Moskvada Rusiya Teatr Sənəti İnstitutunun tələbə teatrında görkəmli Azərbaycan bəstəkarı, peşəkar Azərbaycan Bəstəkarlıq Məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert keçirilib. Konsert proqramında bəstəkarın Firuzə, Arşın Malalan və Koroğlu kimi opera və operettalarından ariya və romanslar səsləndirilib. Tədbirdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev çıxışında proqramın yüksək ifa səviyyəsini və emosional gücünü xüsusi vurğulayıb. Bildirilib ki, Üzeyir Hacıbəyli Azərbaycan Peşəkar Musiqi Məktəbinin banisi olmaqla yanaşı, dünya musiqi mədəniyyətinə də əvəzsiz töhfələr verib. Bu konsert tələbələr üçün həm də böyük peşəkar təcrübə olub. Üzeyir Hacıbəyli yaradıcılığı dünya musiqi mədəniyyəti üçün əhəmiyyətlidir. O, vətənində opera dramaturgiyası ilə ciddi məşğul olan ilk bəstəkar idi. Bu, onun əsl bəstəkar istedadının göstəricisidir. Fakültəmiz yubileyi böyük məmnuniyyətlə qarşıladı və biz onun irsindən ən seçilmiş, ən təsirli parçaları ifa etməyə çalışdıq. Onlar həm Rus, həm də Azərbaycan dillərində ifa olundu. Üzeyir Hacıbəyli musiqisi bizim tədris prosesində xüsusi yer tutur. Biz yalnız ən yaxşı müəlliflərin əsərləri üzərində işləyirik. Mozart, Şostakoviç və Hacıbəyli kimi. Çünki bu musiqi tələbələrdə zövq hissini, formaya yanaşmanı və dramatizmi inkişaf etdirir. Əminəm ki, bu gün tamaşaçılar səmimi və həqiqi musiqidən zövq aldılar. Musiqi möhtəşəmdir. İlk andan onun temperamentini duymaq olur. Həm fortepiano, həm də vokal hissəsində. Amma Azərbaycan dilində oxumaq bir qədər çətin idi, xüsusilə tələffüz baxımından. Bununla belə bu proses çox maraqlı oldu və mənim üçün yeni bir təcrübə qazandırdı. Belə musiqini ifa etmək çox fərqli hisslər yaşadır. Mən ilk dəfədir ki, Azərbaycan dilində oxuyuram və hazırlığa ciddi yanaşdım. Çoxlu dinlədim, dili bilən insanlardan məsləhət aldım. Mənim üçün bu həm tədris, həm də sənət baxımından çox dəyərli təcrübədir. Bu konsert mənim üçün böyük xoşbəxtlik idi. Çünki həm təşkilatçı, həm də rejissor kimi iştirak etdim. Üzeyir Hacıbəylinin musiqisi ilə ilk ciddi tanışlığımız məhz bu layihədə oldu və o məni tamamilə valeh etdi. Avropa musiqi janrlarının Azərbaycan milli koloriti ilə bu qədər vəhdət təşkil etməsi inanılmazdı. Biz bu konserti çoxdan planlaşdırırdıq və nəhayət bugün onu tamaşaçılara təqdim edə bildik. Bu konsert bir daha sübut etdi ki, Üzeyir Hacıbəylinin musiqisi zaman və məkan tanımır. Onun melodiyaları bugün də xalqları, mədəniyyətləri birləşdirir.